dildə mənim problem nədir? Rus dili, mənim rus dili problemi yox. Mənim rus təfəkkürlü var. O da ki, fərqi yoxdur. Rus olmayaydı, başqa bir millət olsaydı, yenə də eyni olacaq. Ərəb olsaydı, bizə ərəb təfəkkürü eynidir. Yəni, rus təfəkkürü ilə mən onların arasında bir fərqi görmürəm. Anamın kitabına yazdım. Üstündə biri Türkiyədən gəlir. Mən yenə deyirəm, mən ümumiyyətlə düşüncə baxımda mən qlobal insanım. Hə, üstqarda. Kürsel insansan, kürsel. Çox dünya məsələsidir. Mənim üçün dilin heç bir əhəmiyyəti yoxdur. Kosmopolit. Əl qolla da danışır. Yəni o mühüm məsələdir. Yəni götürüz ayrı mövzudur. O rus dilli məsələsidir ki, çox dilli yaxşı şeydir, müsbət şeydir. Amma başqa təfəkkürə sahib olmaq, o yəni ki, Azərbaycana Rusiyanın gözü ilə baxmaq, yəni bu tam bu problemdir. Bu artıq Türk problemi. O məsələ oldu. Məsələn, bu günlərdə Yəni bu ayrı mövzu. Rus dillilərin bu günləri informasiya mənbəsi haradır? Rus kanalları. O etiraz. Xəbəri yoxdur. Rusiyada siyasətçilər Var, amma ona bir belə ikrahla, Eğer bizim de televiziyalarımız keyfiyyətli verilişlər hazırlasaydı, mən keçən Bakıya getdim, nə verirlər günün gün olsa zaxı? Bir qadını qotururlar, eybəcər bir qadını, makyaj edirlər, cəmaat sonra baxır. Qadın saatı da dura verilişlərə. seçkin yarışmadır. Qadın gözəl olmalı yaraşmasının. Ona görə dedim ki, seyləsin. özü də Tamam, bir de başka bir Cəmaat. yanlış. Mövzunu tam dəyişmirəm, mövzu uyğundan bir bazı dəyişəcəm. Haşiyə çıxıram. Nə formada? Araş yerik. Bizdə Bəyəxşahın yaxşı bir sözdədir. Bizdə rus dilli problemi yox. Rus dilli insanların təfəkkür problemi var. Təfəkkürsüzlüyü. zehniyyətli problem. Ay tamam. Yəni rus dillərinin arasında fərq var. Bu günlər məsələn biz o YouTube-da da baxdıq, uşaqlar İKP-də olsun, rus dilində danışırlar. Yox, biz rus dili deyəndə o rus təfəkkürlüyü. Ən birinci ilə bu Amizyan müəllifi Ələkşöş tənqid etmişdik rus dilləri. Hə, oxumuşam mən də. Hə, abzasını. Yazışı rus dillər belədir, belədir. Yəni onun sözündə Ələkbər özü rus dillidir. Mən onu şəxsən tanıyorum. Oturanların 90% rus dilliydi. Yəni rus dillər çoxdur. Söhbət burada rus dilində rus dilli təfəkkürünə gedir. Bu ilə Azərbaycan. Yəni, məsələn, saç elə götürək, bizim Milli Elmlər Akademiyasının işləyilə. Niyə? Getmişdik ya, oranın kitabxanasına. 2 saat gördüm. Diplom işlərindən. Bu lazım. Elə danışsan. Şahin iş yerlərində də pisdir. Yazıb, sadəcə işləyən bir dənə tarix. Qarabağ haqqında kitablar. Ərəb departamentində işləyən bir oğlan tanıyırdım. Deyir, valla mən elə uşaqlar işləyir burada. Ərəb dilini oxumayıb. Orada Vestin Bakı Dövlət olayı, Elmlər İnstitutunda heç kəs tapmıyor. Adam gedir. Gəl bu tiyarəmi yuxarı şey edək. Ancaq olan kitab, bir dənə işləyən tarix istəyir. Verəmək 93-dən bəri yazılır. Onlardan da Qarabağ haqqında kitablar. Lüğət dili bir şey yox. Beynəlxalq münasibətlər hamısı kopyalı. Bu kitablarını ingilis dilində var idi. Musa Qasımlının kitabını var idi. Satmışdı. Rauf